Salam, qəbula təkrar düşə biləcək sualların 6-cı hissəsinin izahı ilə davam edirik. İlk sualdan başlayırıq. Deməli, sutkanın qalan hissəsi keçən hissəsindən 2 dəfə çoxdursa, indi saat neçədir deyir. Əvvəlcə biz sutka sözünü eşitdik. Ona görə bilməliyik ki, bir sutkamız neçə saatdan ibarətdir? 24 saatdan ibarətdir. Bir də sutka ilə gün anlayışı eynidir. Bir gün 12 saat deyil. Oldu. Bunu qarşılayanlar var deyə. Ona görə bunu da demiş oldum. Deməli, sutkamızda 24 saat var. Yazdıq bura 24 saat. İndi deyir ki, qalan hissəsi keçən hissəsindən 2 dəfə çoxdursa. Deməli, qalan bir də keçən hissədən danışırıq. Keçən hissə, yəni yaşanan, keçən yaşanan, bir də yerdə qalan. Hələ yaşanmayan. Oldu. Yerdə qalan hissəsi. 2 dənə hissə var. Deyir ki, qalan hissəsi keçən hissəsindən 2 dəfə çoxdursa. Deməli, keçən hissəsi x-dırsa, yerdə qalan hissəsi də 2 dəfə çox olduğuna görə olmalıdır 2 vurulsun x, yəni 2x. Nəticə etibarilə deyir, indi saat neçədir? Əvvəlcə yazırıq. Bütöv sutka 24 saatdır deyə x plus 2x bərabərdir 24-ə, 3x bərabər, görürsünüz, bir dənə x, 2 dənə x, 3x oldu. Bərabərdir 24-ə, x də bərabərdir 8-ə. İndi tapdıq ki, yaşanan hissəsi, yəni keçən hissəsi 8-dir, düzdür. Qalan hissəsi də 2 vur 8, x 8-dir axı, 16-dır. Deməli, sutkanın 8 saatı keçib, yerdə qalıb 16 saatı. 24 saatdan biz 8 saatı yaşamışıqsa, hal-hazırda saat neçədir? Axşam 00-dan yenilənir də gün, düzdür. 00-dan sonraki günün, sutkanın 8 saatını yaşamışıqsa, biz saat 08:00-dayıq. Gör, sutkanın qalan hissəsi də 16 saatdır. Düzdür, 16 saat. 24-dən 8-in yaşamışıq hal-hazırda. Ona görə deyir ki, bizdə indi saat neçədir? Yenə təkrar edirəm. Deməli, saat indi səhər tezdən 8-dir ki, 8 saat yaşanıb, 8 saat keçib, hələ 24-dən 16-sı qalıb. Həqiqətən də yerdə qalan oldu hissəsi 2 dəfə keçən hissəsindən çox uymuş belə olanda. Ona görə doğru cavab nə olmalıymış? Olmalıymış C variantı. Deməli, birinci sualı bildik, keçdik növbəti sualımıza, ikinci suala. Görək. Aha, ikinci sual. İkinci sualda qanun uyğunluğu seçin və sual əvəzinə uyğun olan variantı tapın deyə bizdən soruşur. Mən bunu silməliyəm. Aha. Buranı əvvəlcə təmizləyəndən sonra. Deməli, indi bu hissədə görürük ki, ümumi xanalara baxanda. Məsəl üçün, burada görürsünüz S, H, F var. Burada yenə eyni hərflərdir. Burada yenə eyni hərflərdir. Fikir verirsinizsə, bu S, H, F hərflərindən hər sətirdə bir dənə də olsa var. Düzdür? Eyni şəkildə hər sütunda bir dənə də olsa var. Oldu. Yerləri dəyişmiş formada təbii ki. İndi eyni şəkildə M-dir, N-dir, S-dir. Görürsünüz, M-dir, N-dir, S-dir. Yəni M-ci hərfləri yenə hər sətirdə, hər sütunda bir dənə var. İndi nə qaldı? Buradakı KD, bu V olmalıdır. V hərfləri. Burada da var. Burada da var. İndi görürsünüz, üçüncüsü yoxdur. Amma hər sətirdə, hər sütunda olmalıdır axı. Yəni, bir də növbəti olaraq burada olmuş olacaq. İndi baxırıq ki, həmin o KDV hərfləri baxsaq. Harada var? A-da var, B-də var, C-də var. Düzdür? İndi bəs nə bilək ki, bunların ardıcılığı necə olacaq? Onu tapmağımız üçün təbii ki, yuxarıdakı qanun uyğunluğa baxmalıyıq. Məsələn, buranı əvvəlcə geriyə qaytarım. Görürsünüz, buradakı S, H, F-ə baxmış olsaq. Əvvəlcə S əvvəldədir. Məsələn, S-in mövqeyinə, birinci hərfin mövqeyinə əsasən baxsaq. Sonra S sondadır. Növbəti səfər artıq S hardadır? Ortadadır. Oldu. Eyni şəkildə H-da da baxsaq. Ortadadır, əvvəldədir, sondadır. Düzdür? F. Sondadır, ortadadır, əvvəldədir. Deməli, hər bir hərf bir dəfə əvvəldə, bir dəfə ortada, bir dəfə də sonda olurmuş. İndi bizdə də gəlib baxsaq, elə hər hansısa bir hərfi götürsək. K-ya fikir verin, K. Əvvəldədir, sondadır, K indi harada olmalıdır? Ortada olmalıdır. Oldu. İndi baxırıq ki, bir A variantı var, bir də C variantı var. Digərlərini atdıq, getdi. Sonra məsəl üçün D-yə baxsaq. Görürsünüz, bu səfər nöqtəliyirəm. Yəni, bununla dairəyə alsam gözümdə qarışa bilər deyə. D ortadadır, əvvəldədir, bir də D harada olmalıdır? Axırda olmalıdır. Nə oldu? Doğru cavab C variantı. Bunu da atdıq. V-yə də baxa bilərik.
V sonda, ortada, indi də əvvəldə. Oldu. C variantı doğru cavabımız. Düşünürəm ki, burada da bir problem yaşamarıq. Ona görə keçdik növbəti sualımıza. Sonra növbəti sual belə bir sualdır. Deməli, əvvəlcə baxaq görək nə edirik burada qələmimizi götürəndən sonra. İndi fikir versək, uyğun hissələrə artıq siz bu sualları yaxşı bir şəkildə bilməlisiniz. Düzdür? Buradır 1, 2, bir də 3. 3 dənə bu xananı götürdüm eyni künclərdən, eyni hissələrdən. İndi fikir versək, buna boz deyirəm. Boz, ağ. Burada nə olub? Boz olub. Oradan düşünürəm ki, bozla ağın birləşməsi bizdə bozu verir. Götürüb bir kənardan ona görə yazırıq. Boz plus ağ nəyi verdi? Boz rəngi verdi. Sonra başqa bir hissə. Ağ, boz. Nəyi verib? Ağ rəngi verib. Deməli, yerinə qədər burada hər şey fikir verməliyik. Boz, ağ, bozu verirdi. Amma ağ birinci gəlirsə, ağla bozun birləşməsi ağı verir. Ona görə yazıram. Ağla bozun birləşməsi bərabər oldu ağ rəngə. Oldu. Sonra baxaq görək ağla ağın birləşməsi nəyi verir? Baxın, ağla ağın birləşməsi oldu boz rəng. Yazdıq. Ağ plus ağ bərabərdir boz. Düzdür? Bəs bozla bozun birləşməsinə verəcək uyğun bir hissə axtarın. Şərt deyil ki, mütləq birinci sətirdən baxasınız. Məsəl üçün olsun bura. Görürsünüz, bu hissəyə baxın. Bozdur. Bozdur. Nə olub? Ağ olub. Deməli, bozla bozun da birləşməsi ağdır. Boz plus boz bərabərdir ağ. İndi bu qanun uyğunluğa əsasən biz gəlib sadəcə cavabları tapmalıyıq. İndi sürətli bir şəkildə baxırıq. Ağdır. Ağdır. 2 dənə ağın birləşməsi nəyi verirdi? Bozu verirdi. Düzdür? İndi həmin sol yuxarı küncü boz olan variantları saxlayırıq. Y-də ağdır getdi, C-də ağdır getdi. Sonra vaxt itirməmək üçün variantların bir-birləri ilə fərqli olan hissələrinə baxacağım mən. Ki, bir də uzun-uzadı qalmayaq bu testin üzərində. Məsələn, baxırıq ki, A ilə D-ni müqayisə edəndə birində bu hissə ağdır, birində boz. Görək necə olmalıdır? Qalxıram tez yuxarıya. Görürük ki, burada ağ, boz. Ağ birinci gəlib, sonra boz ona birləşəndə, yəni bunlar toplananda nəyi verirdi? Ağı verirdi. Düzdür? Deməli, ağ, boz nəyi verməli idi? Ağı verməli idi həmin hissədə. Bu nöqtələdiyimiz hissədə. Görürsünüz, bu hissədə. İndi baxırıq ki, bu bizdə A-da və B-də qorunub, amma D variantında boz rəng verilib. Ona görə D-ni də götürdük, atdıq. Qaldı indi bir dənə A ilə B-nin fərqliyinə baxmağımız. Məsəl üçün olsun bu aşağı künc. Görürsünüz, bu aşağı küncü yoxlayırıq indi. Bu aşağı küncdə boz, ağ. Baxaq görək, bozla ağın birləşməsi nəyə səbəb olub? Boz rəngə səbəb olub. Amma A variantında ağ verilib baxı. Ona görə A-nı atdıq. Nə qaldı? Qalmış oldu B variantı. Artıq digər hissələrini yoxlamaq sizə qalır. Məsəl üçün, baxın. Görürsünüz, ağdır, ağdır. Boz olmalıydı. B-də hər şey qaydasındadır. Sırayla yoxlayarsınız. O hissələr artıq qalmış olur sizə. İndi keçdik biz növbəti sualımıza. Bunları siləndən sonra. Deməli, doğru cavab B variantı olaraq tapdıq. İndi 4-cü sual. Piramida kimi baxanda 6 ilə 12-nin cəmi burada 6, 12 olub. Yuxarısında 18. 12 ilə 9-un cəmi 21. 9 ilə 10, 19. 10 ilə 16, 26. 18 ilə 21-in cəmi 39. 21 ilə 19 olub 40. Bu qayda ilə sırayla qalxa bilərsiniz yuxarıya. Oldu? İndi biraz da mən yuxarıya qalxım. Qalxıram bura. Birbaşa cavab tapmaq hissəsinə. 79 ilə 85 toplayıb para yazmalıyıq. Aşağıdakı qanunoyluqdakı kimi yuxarı hissəyə. İndi 80 ilə 85-i toplayan 165 eləyir. Amma bu 80 deyil, axı 79-dur. Bir vahid azdır. Bir vahiddə çıxdım. Oldu 164. Qısacası topluyorsunuz. Alt-alta toplayarsınız, necə toplayarsınız. Sizdən asılı, ondan sonra doğru cavabı tapmış olursunuz. B variant olaraq bildik. Keçdik indi növbəti sual hissəsinə, görək növbəti nə gəlir. İndi PQ element hərfləri cədvəldəki kimi kodlaşdırılıb. Aşağıdakılardan hansına uyğundur deyir. Bu formada düzülüş. Buradakı formada düzülüş. İndi bu düzülüşün doğru formasını seçməliyik. Bir-bir bunları yoxlamış olsanız, məsəl üçün deyək ki, A variantını yoxlayırıq. A-da yazılıb MN, MQL. İndi siz məsəl üçün bunu kağız üzərində imtahan verəcəyinizə görə götürüb buraya yazanda biraz qarma-qarışıq, qaraldıb püskünə salmış ola bilərsiniz. Ona görə çalışın variantları yoxlayın. Məsəl üçün nəyə fikir vermək olar? Görürük ki, bizim cavabımız mütləq üçbucaqla başlayır.
Ona görə üç bucaqla başlaya biləcək hərfləri seçməliyik əvvəldə. Əvvəldəki hərflərə baxsaq, M-lər. Görürsünüz, üç bucaq dairə düz gəlir. Deməli, bu variantların olma şansı var. Digər variantlar P-lərlə başlayır. Üç bucaq dairə, üç bucaq düz gəlir. Deməli, bunlarla da başlaya bilər. Bir də test sonuna baxıram ki, vaxt itirməyim deyə. Təbii ki, bilmirəm, itirəcəmmi, itirməyəcəmmi, bu birazdan aydın olacaq. İndi sonluğuna baxmış olsaq. Görürsünüz, L yazılıb A variantında. L 2 dənə dairədir, 2 dənə dairə ilə bitir. Düz ola bilər. Görürsünüz, L ilə bitən variantlar deməli qalır. Sonra N ilə bitib, N 3 bucaqdır. Burada 3 bucaq yoxdur axı sonunda. Ona görə C variantı cavab deyil. C-ni atdım. Görürəm ki, digərlərini artıq yoxlamalıyam, qaçış yoxdur. Başlayıram yoxlamağa. İndi A variantını qurmağa çalışsaq. Əvvəlcə M. M-i buradan ayırdıq. Hər şey qaydasındadır. Sonra N gəlib. N-də də hər şey qaydasındadır. N 3 bucaq idi. Sonra təzədən M gəlib. Yenə hər şey qaydasındadır. M getdi. Sonra Q gəlib. Baxın Q. Görürük ki, hər şey qaydasındadır. Sonra axırda L gəlib. Amma L 2 dənə dairədir axı. Burada bir dənə dairə qaldı. Bir dənə də dairə olsaydı A variantı düzgün olardı. Oldu. Artıq digər variantları bir-bir yoxlamayacağım. Birbaşa gördüyüm hissəyə keçirəm. Y variantını yoxlayıram. P. Görürsünüz, 4 dənə bu simvola bərabərdir. Tez ayırdım. P burada düz gəldi. Sonra görürsünüz, 2 dənə dairə var. L. Düz gəlir deyə qeyd elədim bura. Ondan sonra görürsünüz, PL, bir dənə N-dən L qaldı. Bu da düz olsa doğrudur Y variantı. N-ə baxırıq. N 3 bucaqdır. N-i ayırdım, düzdür. L də 2 ağ dairədir. L yazdım, bura düzdür. Deməli, PL, NL. Burada hər şey qaydasındaymış. Doğru cavabı oldu. Y variantı. Növbəti suala keçirik. Görək, növbəti sualda nə etməliyik? İndi şəkildəki kubun açılışına müvafiq olan variantları seçməliyik. İndi əslində qeyri-adi görsənsə də, keçəndən sonra siz bunları çox yaxşı bir şəkildə rahat yaza biləcəksiniz. İndi diqqətlə baxanda görürük ki, bizim F-in düz baş hissəsi T-nin ayağına baxır. Düzdür? Baxın, F-in baş hissəsi T-nin ayağına baxır. Amma birinci şəklimizdə F-in baş hissəsi A-nın ayağına doğru verilib. İndi deyə bilərsiniz ki, bəlkə qutunu yığanda oldu elə. Olmaz. Yadda saxlayın ki, yanaşı üzlərin bir-birinə baxış vəziyyəti necədirsə, o heç vaxt dəyişməz. Yenə eyni şəkildə, eyni formada olmalıdır. Nə olursa olsun, onların bir-birinə baxış tərzi dəyişməz. Bizim əsas kubumuzda, ana şəklimizdə görürük ki, F-in bu boşluq, ağız hissəsi A-nın ayağına baxır. Düzdür? Amma F-in bu boşluq, ağız hissəsi yox. Birinci şəkildə F-in baş hissəsi A-nın ayağına baxır. F-in baş hissəsi T-nin ayağına baxmalıydı. Ona görə birincinin üstündən qəşəng-qəşəng xətt çəkə bilirik. Sonra ikinci şəklə baxanda, ikinci şəklə baxın, necə ki bu ikisinin vəziyyəti, burada da hər şey qaydasındadır. Lap istəyirsə yuxarıdakı kubu səliqəli formada açaq. Yuxarıdakı kubu açsaq, yəni bu şəklimizi, əsas şəklimizi açmış olsaq, buradan çəkirəm. Görürsünüz, 300 formasında. Çəkirəm. Görürük ki, burada F-dir. F-in yuxarısında T var. F-in yuxarısında T-ni qeyd elədik. Sonra F-in sağında nə var? A var. F-in sağında götürdük. A-nı da olduğu kimi qeyd elədik. Görürsünüz, belə bir şəkil alındı. İndi siz bunu biraz daha qəşəng təsəvvür eləmək üçün istəsəz, baxın, bu T-ni 90 dərəcə bura aşırıb, bir dənə də o formada şəklini çəkə bilərsiniz. Çünki yəni T ilə A-nın vəziyyəti bir-birindən vəziyyəti həmin o aşırılmış formada düzgün görsənir gözümüzə. Baxın, indi bu səfər nə edirəm? Biraz aşağıdan çəkim. F-dir, A-dır, düzdür? Bunların vəziyyətini bildim. İndi T-nin A-dan vəziyyətini daha qəşəng bir formada görməyim üçün T-ni 90 dərəcə sağa doğru aşırıram. Onsuz da qutu olanda buralar bir-birinə birləşir də qutu vəziyyətinə düşəndə, düzdür? Ona görə rahat-rahat aşıra bilərəm. İndi T-ni götürürəm, bir dənə sağa doğru aşıran kimi T artıq gəlir, dayanır belə. Oldu. Çünki baxın, təzədən əvvəlki vəziyyətinə qaydanda F-in baş hissəsinə doğru baxmalıdır ayağı. Ona görə belə düşməlidir, belə çevrilməlidir o həmin hissəyə. İndi artıq variantlara baxmaq bizim üçün daha rahat olacaq. İndi ikinci şəklə baxın, fikir verin, elə bu şəkildə, düzdür? Deməli, hər şey qaydasındadır ikincidə. Lap aşırmasayızda, görürsünüz, fikir verin, T-nin ayağı F-ə doğrudur. Bu birləşir də, bu kağız, bu tərəflər, bir-birinə yaxın olan tərəflər bir-birinə birləşir. Və yaxud, burada necə ki, A-nın yan tərəfi T-nin yan tərəfi nədir? Bizdə də ikinci şəkildə A-nın yan tərəfi T-nin yan tərəfi nədir?
Yəni neynəsək də ikinci şəkildə hər şey qaydasındadır. F-in ağız hissəsi A-nın ayaq hissəsinə tərəfdir. F-in ağız hissəsi A-nın ayaq hissəsinə tərəfdir. Oldu. Buranı niyə sildim? Buranı təzədən qaytarım yerinə. Hə. Deməli, ikincidə hər şey qaydasındadır. İkinci düzdür. Sonra keçdik digərləri. Məsəl üçün, baxaq üçüncü şəklə. Üçüncü şəkildə fikir versək, F ilə T-nin vəziyyəti tam qaydasındadır. Burada da qeyd eləmişik. Və yaxud da burada da görə bilərsiniz. Düzdür? Bir dənə A-nın vəziyyəti lazımdır bizə. İndi A-nın vəziyyətini təsəvvür eləməyimiz üçün biz A-nı ya F-in ya da T-nin yanına qədər gətirməliyik. İndi sizə hansı rahatsa, rahat-rahat gətirə bilərsiniz. Oldu? Sonra məsəl üçün bəziləri sual verə bilərlər ki, olmazmı ki bu A-nı fırladaq, T-nin yanında baxaq? İstəsəz onu da eləyə bilərsiniz. İstəsəz A-nı fırladarsınız, A gəlib belə dayanacaq. Bir dənə də açılış, bir kənardan istəsəz onu da çəkə bilərsiniz. Lap mən sizin üçün buradan onu da qeyd eləyim. Görməyiniz üçün. Görürsünüz, F burada, T burada. A-nı da fırladanda yan tərəfi, görürsünüz, yan tərəfi gəlib birləşəcək ora. Ona görə A da gəlib, dümdüz dayanıb, bu şəkildə görsənmiş olacaq bizdə. Oldu? İndi bu A-nı fırlada-fırlada biz yuxarıya doğru aşırmalıyıq. Siz bu fırlatma məsələsindən biraz qorxacaqsınız, amma biz bunları keçəndən sonra çox da qəşəng öyrənmiş olacaq. Məsələn, baxın, bura ilə bura. Hər halda mən bu kağızı yuxarıya qaldırmaq üçün belə fırlatmaram. Belə eləsəm, tamamən ailəmi qatmış olacam bir-birinə. Oldu? Yuxarıda mən elə eləməliyəm ki, bir-birinə yaxın olanlar bir-birinə birləşsin. Bunların bir-birinə birləşməsi üçün gərək mən belə fırladım. Oldu? Ona görə diqqətli olun bu hissədə. Yenə təkrarlayıram, bir-birinə yaxın olanlar. Bunlar birləşməsi üçün hər halda bunu tutarıq bu küncdən bu tərəfə doğru. Saat əqrəbinin əksinə fırladarıq. Düzdür? İndi bir dəfə fırladanda. Gəlib dayanacaq burada. Bir dəfə də fırladanda burada. İstəsəz lap burada çevirə bilərsiniz. İndi baxın, təsəvvür məsələsi sizdə problem ola bilər deyə nədən istifadə edə bilərsiniz? Fırlananda görürsünüz A-nın təpə nöqtəsi soldadır. Belə fırladırıq da, düzdür? İndi düşünün ki, bunu belə fırladanda A-nın təpə nöqtəsi harda qalar? Aşağıda qalar. Və bu neçə dərəcə fırlatmadır? 90 dərəcə. Yadınıza gəlirsə, 90 dərəcə fırlatmada şəkil münasibətlərini danışmışdıq ki, hər hansısa bir nöqtə bir istiqamət qədər dəyişir. Gör, soldadır. A-nın təpə nöqtəsində aşağıda olacaq. Sol, aşağı. İndi A-nın təpə nöqtəsi sağda olacaq. Gör, sol, aşağı, sağ. İndi harda olmalıdır? Yuxarıda. Yəni sıra ilə bu vəziyyətdə fırlanıb dayanmış olacaq. Oldu? A təbii ki 4 dənə yox, bir dənədir. Sadəcə təsəvvür eləmək üçün bu şəklə çəkə bilərsiniz. İndi fikir verin. Sadəcə buradakı 3 dənəyə baxsaz, elə birə-bir bu şəkildə, deməli hər şey qaydasındadır. Və yaxud da istəsəz, sadəcə baxın, bu 3 dənəyə baxın, birə-bir buradakı şəkildir. Deməli hər şey qaydasındadır. Bizim 3-cü şəklimizdə də. Bir də uşaqlar fikir verirsə, mən biraz xırdaladım testi. Yəni burada da fikir verib nə qədər şeylər öyrənə bilərsiniz. Özünüzü qorxutmayın bircə. Qorxuların üstünə getmək lazımdır. Deməli 2-dir, 3-dür. Bunlar doğrudur hələ ki. Gəlib 4-ü yoxlasam. T ilə A-nın vəziyyəti qaydasındadır. Görürsünüz, burada da qeyd eləmişik. Yuxarıda da yan tərəfi A-nın yan tərəfinə doğrudur. Bir dənə F-in vəziyyəti lazımdır bizə. İndi biz ortada olan 4 dənə üzdən hər hansısa bir üzü olduğu kimi kəsib digər tərəfə ata bilərik. Məsələn, bunu kəsib olduğu kimi lap aşağıya atsaq. Kəsdik, götürdük, lap aşağıya atdıq. İndi sizcə bu doğru olar ki, heç? Fikir verin, bizdə necə idi? F-in baş hissəsi T-nin ayağına. F-in baş hissəsi T-nin ayağına. Yəni, neynəsək də bunu, yan-bayan üzlərin bir-birindən vəziyyətini dəyişə bilmərik. Amma burada T-nin ayaq hissəsi F-in ayağına uyğun gəlib. Ona görə 4-cü səhvdir, getdi. Qaldı bir dənə 5-ci, indi 5-cini yoxlamağımız üçün. Bu şəkli götürüb bir dənə bütövlükdə sağa doğru çevirib, fırladıb elə də baxa bilərsiniz. Və yaxud da siz planşetinizi, telefonunuzu fırladıb da bu istiqamətdən baxıb testi biraz daha rahat bir formada, test formada həll eləyə bilərsiniz. Mən bir də artıq fırlatmıram, çəkmirəm bir kənardan bunu. Bir dənə bu kağızı bu formada fırladın. Nəyə görə o formada fırladırıq? Çünki F-i T ilə A-nın yanında təsəvvür edək ki, görək də düzdür, yoxsa yox. Bir-birinə yaxın olan tərəflər bunlar birləşməlidir axı bir-birinə. Düzdür? Birləşdirməyim üçün mütləq bu istiqamətində fırlatmalıyam. İndi fırladanda görürsünüz F gəlir, dayanır bu formada. Görürsünüz F gəldi, dayandı belə. Artıq bu hissə yoxdur. İndi bu 3 dənəyə baxın, buradan durub baxın bu səfər. İstiqamət önəmlidir. Yenə kub videolarınızda biləcəksiniz. Kub videolarında hər kəs üçün böyük ehtimal ki, bəzi 3-4 təməl qaydasını yəni YouTube kanalımızda da paylaşacağıq. Görürük ki,
Fikir versək burada F-in baş hissəsi T-nin ayaq hissəsinə uyğundur. Yəni hər şey qaydasındadır. Düzdür? Görürsünüz buradakı kimi və yaxud da buradakı kimi. Sonra eyni şəkildə T ilə A yanbayandır. Yan tərəfləri bir-birinə doğru baxır. Hər şey qaydasındadır. Oldu? Və yaxud da F-in ağız hissəsi baxın A-nın ayaq hissəsinə tərəfdir. Onsuz da bu tərəflər birləşəcək də bir-birinə. Lap istəsəz F-i bir dəfədə fırladarsınız. F bir dəfədə fırlananda gəlir dayanır bu vəziyyətdə. Görürsünüz, bu vəziyyətdə dayanır. Həqiqətən F-in ağız hissəsi A-nın ayağına baxır. Oldu? Bundan əlavə olaraq, elə bu şəklin özünü, bu şəkli olmasın, bu şəklin özünü bir dənə fırladın. Oldu? Fırlatsanız görəcəksiniz ki, elə buradakı şəkildir. Oldu? Ya da götürün telefonlarınızı fırladın. O şəkildə baxın. Oldu? Fırlatsanız bununla bunun vəziyyəti eyni şəkildir. Yəni fırladanda elə bir-birlərini ala bilirlər. Deməli, 5-cidə də hər şey qaydasındadır. Nə olmuş oldu? 2, 3, 5 doğru olmuş oldu. İndi səhvləri istəsə 1, 4-dür. Doğruları istəyirsə 2, 3, 5-dir. Görə indi hansı var bizdə? 2, 3, 5, 1, 4. Nəyi soruşur? Uyğun olanları seçir. Uyğun olanları istəyir. 2, 3, 5 hardadır? A variantındadır. Doğru cavabı tapmış olduq. Oldu. Keçdik növbəti suala. Gəldik bu suala. İndi bu sualda yenə, yəni fikir versəz, əvvəlki linkdəki suallardan biridir. Yəni onun bənzəridir. Məsəl üçün sağdan başlayıram. 14, 16, 18, 20. Görürsünüz, bunları toplayanda 2, 2. Görürük ki, bir ardıcıq əmələ gətirib. İndi bunlar 2, 2 artıbsa, yenə buna yaxın, buradakı eyni artım qədər bir şey düşünməlisiniz. Siz 1, 3, 5 falan bu formada yeyirsiniz deyə, hamısı dəyir bir-birinə. Oldu, indi baxın, 8-dən, bu 8-dən 11-ə 3 artıb, 11-dən 14-ə 3 artıb, indi 14-dən 3 artanda nə olmalıydı? 17 olmalıydı. Deməli, hansı bir ədədi başqa bir ədədlə əvəz etsək, ədədlər müəyyən qanun uyğunluğa görə düzülmüş olar, deyə də bilmədim. Qanun uyğunluğa görə düzülmüş olar deyə soruşurdu bizdən. A-nı, yəni 19-u. Biz 17 ilə əvəzləsək, hər şey qaydasında olmuş olar. 7-ni də bilmiş olduq. Keçdik növbəti sual hissəsinə. Növbəti sual 8-ci sual. Test bankınızda da var. Ona görə maksimum dərəcədə sürətli bir şəkildə deməyə çalışacağım ki, çox vaxt itirməyəsiniz. MNP-QRST adlı şəxslər A-nın anası, xalası, qardaşı, bacısı, arvadı, atası və qızıdır. Oldu, görürsünüz, A-nın filan kəsləridir. Baxın, anası 1, xalası 2, 3, 4, 5, 6, 7. 7, düzdür. Buradakiləri da sayaq. 4, 3, 7. Deməli, 7 nəfər var A-nın filan kəsləri olaraq. Bu əliflərdən birinə uyğundur. Biz də bunları tapmalıyıq. P ilə Q eyni cinsi nümayəndələrdirlər. Cins məsələsindən danışdığına görə tez baxıram ki, eyni cinsdən olanlar kimlər var yuxarıda. Qadınlar hamısı eyni cinsdir. Bir dənə atası ilə qardaşı fərqlidir, düzdür? Bunlar kişilərdir. Ona görə düşünürük ki, 2 nəfər kişi var, qalan hamı qadındır. İndi P ilə Q eyni cinsin nümayəndələridir. Bilmirəm, atası qardaşıdır yoxsa digərlərindən biri. Hər iki qərar verə bilmirəm. Düşdüm aşağıya. M ilə N müxtəlif cinsin nümayəndələridirlər. Yəni M qadındırsa N kişidir və yaxud da tərsinə. Sonra yazıb ki, S M-dən öncə anadan olub. Q A-nın anası deyil. A-nın arvadı ösəm yaşıdıdır. M ilə Q bacıdırlar. Bunu eşitdim, ümumi oxudum bir dənə, tanış oldum. Çünki rahat cümlələr, belə sualları çox vaxt axırlarda olur. İndi sonuncu cümləyə baxmış olsaq, M ilə Q bacıdırlar. Düzdür? İndi burada bacı ola biləcək kimlər var? Anası ilə xalası. Düzdür? Qızları olsaydı, 2 dənə qızı olsaydı, onda burada bir dənə hərf artıq olsaydı, onda deyə bilərdik ki, hə, qızları da bacısı olsun. Yəni bacı olsunlar. Amma burada bacısı ola biləcək 2 nəfər, yəni bir-birləri ilə bacı ola biləcək 2 nəfər qısası. Uzun sözün qısası. Kimlərdir? Anası ilə xalasıdır. Ona görə M ilə Q-nü yazdım bura. Biri anadır, biri xaladır. A üçün. Amma burada yazıb ki, görürsünüz bu cümlə gedəndən sonra, burada yazıb ki, Q A-nın anası deyil. İndi Q A-nın anası deyilsə, Q xalasıdır. Anası da avtomatik kimdir? M-dir. Anası. Görürsünüz, anası getdi, xalası getdi. M getdi, Q getdi. Bunların üstündən xətt çəkirəm ki, gözümdə itsin. Belə olanda sonra səhvən oralara baxıb testi gözümdə böyütmürəm. Siz də istifadə eləməlisiniz belə şeylərdən. Oldu? Sonra qeyd edib ki, S M-dən öncə anadan olub. Bu cümləyə qayıtdım tez. S M-dən öncə anadan olubsa, deməli S M-dən böyükdür. İndi düşünürük ki, görəsən A-nın, A şəxsinin anasından böyük ola biləcək kimlər var?
Hər halda A'nın qızı, düzdür, anasının nəvəsidir də. Biraz bu sizin üçün beyin qarışdırıcı bir şey olmuş ola bilər, amma yenə də deyirəm. Baxın, A'nın öz övladı anasından necə böyük olsun, düzdür? Ona görə düşünürük ki, S qız deyil. Yəni qızı deyil. A'nın qızı deyil, getdi. Sonra A'nın bacısı. A'nın bacısı, düzdür? Elə anasının övladıdır da, düzdür? A'nın bacısı eyni ailədədirlər. M də bunların anasıdır. Ona görə bacısı da anasından böyük olmaz. Oldu? Bunu da düşündük. İndi bir dənə fikir versək, burada bir dənə nə qala bilər? Arvadı anasından böyük ola bilər. Düzdür? İndi arvadı anasından böyük ola bilər, amma fikir versə bunun üçün burada qəşəng bir cümlə işlədib. A'nın arvadı öz həmyaşıdıdır. Sırf bu cümləyə görə biz bilirik ki, A'nın arvadı öz həmyaşıdıdırsa, anasından böyük ola biləcək yalnız kim qalır? Atası. Ona görə S-ə birbaşa atasını yaza bilirik. Siz düzdür buna fikir verməyib birbaşa S-ə atasını yazırsınız. Eyb yox, bir problem yoxdur. Elə düşəndə bu sualın özü düşəcək. Biraz uzaqbaşı o tərəf bu tərəfə çox dəyişən deyirlər bu sualı. Oldu? Ona görə heç ona fikir verməsəz də olar, amma yenə də mən bunu demiş oldum sizin üçün. Deməli, S oldu atası. Fikir verin, S-in üstündən xətt çəkirəm. Ata da getdi. Oldu, kişilərdən biri getdi, yalnız qaldı. Kişilərdən bir nəfər qardaşı. Elə ona görə də işim rahatlaşır. Burada yazmışdı ki, M ilə N müxtəlif cinsin nümayəndələridir. M qadındırsa, anasıdırsa. Düzdür? N artıq müxtəlif cinsdir deyə N kişi olmalıdır. Və kişilərdən kim qalıb tapılmayan bir dənə qardaşı. Deməli, nə oldu? N oldu, qardaşı. Oldu? N qardaşı. İndi qardaşı da getdi. N-in də üstündən xətt çəkdik. İndi P ilə Q eyni cinsin nümayəndələridir. Artıq P-dir, R-dir, T-dir. Bunlar yerdə qalan qadınlardır. Bunları neynəsək də tapa bilmirik. Yəni qalıb burada P, R, T, qalıb bacısı, arvadı, qızı. İndi biz nə bilək hansı-hansıdır? Ona görə bilməyəcəyimizə görə özümüzdən atmırıq. Məcbur eləmirik. Düşürük aşağıya. Aşağıdakılardan hansı deyir? Mütləq doğrudur. Yazıb P, S-in qızıdır. Ola da bilər, olmaya da bilər. P ilə bağlı bir məlumatımız yoxdur. Sonra R, A-nın deyir bacısı deyil. R, A-nın bacısı da ola bilər. Bir məlumatımız yoxdur. Oldu, olmaya da bilər. İndi T, A-nın deyir həyat yoldaşıdır. T, A-nın həyat yoldaşı ola da bilər, olmaya da bilər. Fikir verirsə P, R, T. İlk 3 variantda tapılmayanlarla bizi yoxlayır sanki. Bu getdi. Sonra D-də N və R müxtəlif cinsin nümayəndələridir. Onsuz da 2 nəfər kişi var idi. Biri atası, biri qardaşı. Digərləri qadındır, düzdür? Görürsünüz, S ilə N kişilər idi. N kişidir. R də bizdə artıq qadındırsa, bunlar həqiqətən də müxtəlif cinsin nümayəndələridirlər. Ona görə D variantında hər şey doğrudur. Y-də də yazıb ki, P A-nın qızıdır. Ola da bilər, olmaya da bilər. Yenə bilmirik. Bununla bağlı məlumatı oldu. Görürsünüz, P-ni özdə 2 yerdə istifadə edib. A-nın qızı olaraq oldu. Bir də S-in qızı olaraq. Onsuz da heç biri ilə bağlı məlumatımız olmadığına görə dəqiq bir şey deyə bilmirik. Deməli, bu getdi. Keçdik biz növbəti suala. 9-cu sual. Azərbaycanın iqtisadi inkişaf mövzusunda təşkil olunmuş dəyirmi masa arxasında Yusif, Telman, İskəndər, Kənan və Valih əyləşmişdilər. Görürsünüz, 5 nəfərdilər bunlar. Tez bu 5 nəfərin adını yazıram buradan. Görüm hardan yazım. Əvvəlcə buradan özümə qəşəng bir yer eləyim ki, sonra bir problem yaşamayaq. Aha. İndi götürürük, yazırıq. Deməli, Yusifdir. Yusif. Sonra Telman, İskəndər, Kənan, Valih. Kənan, bir də Valih. Bizdən görə axırda nəyi soruşur? Telman haranın nümayəndəsidir deyə bizdən soruşur. Telmanı dairəyə alıram ki, bizim tapma olduğumuz Telmandır. Yəni axırı Telmana qayıtmış olacaq. İndi bura qədər oxumuşuq. Bunlar dəyirmi masa ətrafında əyləşmirlər. Mən fikir verirsə heç dəyirmi masa falan tapmadım. Yəni çəkmədim. Lazım olsa onu da çəkərəm. Onlar Azərbaycanın müxtəlif şəhərlərini Mingəçevir, Quba, Sumqayıt, Şəmkir, Bakı təmsil edirlər. Lap yaxşı. Mingəçevirin nümayəndəsi Bakının nümayəndəsi ilə Valihin arasında əyləşmişdi. İndi baxın, bu cümləni eşidən kimi heç dəyirmi masanı falan boş verirəm. Yazıb ki, Mingəçevirin nümayəndəsi kimdirsə, baxın burada nə belə yazıram. Mingəçevirin nümayəndəsi. Görürsünüz, burada Mingəçevirin nümayəndəsidir bu kimdirsə. Oldu? Görürsünüz, Mingəçevirin nümayəndəsi. İndi bu kimdirsə, deyir ki, Bakının nümayəndəsi ilə Valihin arasında. Baxın, Bakının nümayəndəsi ilə, düzdür?
Bir de haranın? Valehin arasında. Burada da valeh var. Valehin arasında oturub. Oldu. Gör, bu cümlənin özündən artıq bura qədər oxumuşam ha, hətta hələ ki. Hara qədər? Bura qədər. Bu cümlənin özündən belə bəzi şeyləri təxmin eləmək olur. Əgər Mingəçevirin nümayəndəsi hər hansısa bir başqa adamda, düzdür? Bakının nümayəndəsi və valehin arasında oturubsa, görürsünüz arasında təsvir elədim onu. Belə çıxır ki, valeh Mingəçevirin nümayəndəsi deyil. Nə də Bakının nümayəndəsi deyil. Ona görə rahat-rahat yaza bilərik ki, valeh Mingəçevirin nümayəndəsi deyil, Bakının nümayəndəsi deyil. Qarşısına yazıb üstündən xətt çəkə bilərik. Düzdür? Yeni təkrar edirəm. Şərtdə yazıb ki, Mingəçevirin nümayəndəsi valehlə Bakının nümayəndəsi arasında oturub. Ona belə çıxır ki, valeh Mingəçevirdən deyil və Bakıdan deyil. Çünki Mingəçevirin də Bakının da nümayəndələri başqa insanlardır ki, valeh bunların sağında qala bilib də, düzdür? Ona görə görürsünüz məntiqlə götürürəm, tez yazıram ki, valeh Mingəçevir və Bakıdan deyil. Yenəcəm, qalxacam tez yuxarıya. Buranı silə bilsəm. Valeh Mingəçevir və Bakıdan deyil. Görürsünüz yazıram Mingəçevir, bir də Bakı. Getdi. Oldu. Görürsünüz bütün hərflər də baş hərfləri fərqli hərfdir. Elə bir dənə baş hərflərini yazacağam. Bura qədər artıq cümləni oxumuşam. Davamına keçirəm. Sonra Sumqayıtın nümayəndəsi Yusiflə Telmanın arasında oturmuşdu. Yenə baxın, Sumqayıtın nümayəndəsi kimdirsə, Sumqayıtın nümayəndəsi. Düzdür? İndi harada oturub? Yusiflə Telmanın arasında. Deməli, bu Sumqayıtın nümayəndəsi kimdirsə, nə Telman deyil, nə də Yusif deyil də, düzdür? Sumqayıtın nümayəndəsi başqa adamdır. Deməli, Telman da, Yusif də Sumqayıtdan deyil. Ona görə tez Telmanla Yusifə silirəm buranı, Telmanla Yusifə. Yazıram Sumqayıt, bir də üstündən xətt çəkirəm, gedir. Oldu. Bu da getdi. Bura baxın. Bunların qarşısında əyləşənlər isə deyir, Şəmkinin nümayəndəsi və İskəndər idi. Gərək bu cümləni silməzdim, amma yenə də buradan yazaram, bir problem yoxdur. Sumqayıtın nümayəndəsi. Burada bir şəxs idi. Düzdür? Və harada oturmuşdu? Yusiflə Telmanın arasında. İndi deyir ki, əyləşmişdi. Buradan cümlə qurtarmayıb. Onların qarşısında, yəni bu şəxslərin dərbi masadır. Düzdür? Qarşısında əyləşənlər isə Şəmkirin nümayəndəsi, gör Şəmkirin nümayəndəsi də kimdirsə, bir də kim idi? İskəndər idi. Gör, bir də İskəndər idi. Götürdüm, bunları da qeyd elədim. İndi İskəndəri bu formada yazdımsa, deməli İskəndər özü də Sumqayıtdan deyil də. Düzdür? Çünki fikir verin, Sumqayıtın nümayəndəsi Yusif və Telman oturublar. Üçü bir tərəfdə dərin masada. İskəndərlə Şəmkirin nümayəndəsi də bunların düz qarşısındaydı. Deməli, İskəndər özü də Sumqayıtdan deyil. Bir də nes yazıram, üstündən xətt çəkirəm. Eyni şəkildə buradan mən bilə bilirəm ki, baxın, İskəndər Şəmkirin nümayəndəsi deyil. Çünki yanında Şəmkirdən bir nümayəndə var. Görür, Şəmkir yazdım, üstündən xətt çəkdim. İndi eyni şəkildə həm də bilirəm ki, Yusiflə Telman bu Şəmkirli ilə üzbəüz oturubsa, Yusiflə Telman Şəmkirdən də deyil. Oldu? Gör, Şəmkirdən deyil. Fikir versiniz, sadəcə inkarları yazıram. Oldu? İndi bu da getdi. Bu cümləyə qədər axır ki, həll elədik, bitdi. İndi Kənan, Sumqayıtın, Yusif isə Mingəçevir və Bakının nümayəndəsi deyirlər. İndi Kənan Sumqayıtın nümayəndəsi deyil. Kənan Sumqayıt deyil. Atdım. İndi Yusif isə Mingəçevir və Bakının nümayəndəsi deyil. Yusif isə Mingəçevir və Bakının nümayəndəsi deyil. İndi Bakının nümayəndəsi Telmanla həmfikirdir. Bakının nümayəndəsi Telmanla həmfikirdirsə, deməli Bakının nümayəndəsi başqa adamdır. Telman artıq Bakının nümayəndəsi deyil. İndi deyir ki, Telman haranın nümayəndəsidir. Baxın, işimiz çox rahatdır. Hər birinə bir dənə şəhər düşməlidir də. Yusifə fikir versək, Sumqayıt deyil, Şəmkir deyil, Mingəçevir deyil, Bakı deyilsə, Yusif də Qubadır. Yusif artıq Qubanın nümayəndəsidirsə, qalan heç kim Qubanın nümayəndəsi ola bilməz. Görürsünüz, getdi. İndi Telmanda Sumqayıt, Şəmkir, Bakı, Quba deyilsə, Telmanda haradır? Mingəçevirdir. Görürsünüz, Telmanı götürdük, Telmanı soruşurdu, oldu Mingəçevir. Mingəçevir Telmandadırsa, görürsünüz, Mingəçevir artıq başqa heç bir yerdə ola bilməz. Hətta buradan İskəndəri rahat tapırıq. Sumqayıt, Şəmkir, Quba, Mingəçevir deyilsə, Bakıdır. Bakı artıq İskəndərdədirsə, qalan heç bir yerdə deyil. Oldu. Bunların da hərəsinə bir dənəsi qaldı. Rahat-rahat onları da
yapışdıra bilirik. Birinə Sumqayıtı, birinə də Şəmkiri. Olur, qutarır gedir. Oldu, Sumqayıt bura, Şəmkir də bura. Yəni fikir verirsə hamısı bir-bir tapılmış oldu. Və fikir verirsə mən biraz məsəl üçün çox bilmişlik eləyib son cümlələrə gəlib biraz daha sürətli tapa bilərdim. Amma bir-bir hamısını analiz elədim yavaş-yavaş. Ondan sonra doğru cavabı tapmış oldum. Yəni biraz diqqətli olsaz, rahat-rahat çıxa-çıxa hamısına gəlib keçmək olur. Oldu? Bunu bildik, buranı sildik, keçdik. Doğru cavab olur. D variantı növbəti suala. İndi növbəti sualda 10-cu sual. 17 ilə 9-u səhv yerə klik edim. 17 ilə 9-u smailik işarəsinə görə gətirib yazırıq burada. A bərabərdir solu soluna 17, B plus 3 də bərabərdir 9-a. İndi A 17-dir. A-nın yerinə 17 yazdıq. B plus 3 9-a bərabərdirsə, nəyin üstünə 3 gəlini 9 edir? 6-nın. B də deməli 6-dır. 17 vurulsun 6, bölünsün 3. 6-nı 3-ü xısar elədik. 2 qaldı yuxarıda. 17 vur 2. Oldu 34. Deməli doğru cavab oldu. Y variantı tapmış olduq. Buna keçdik növbəti suala. İndi Turaldır, Bilaldır və Vüsaldır. Bunlar kinoya getdilər. Qəşəng sualdır bu. Yolda Tural 5 paket fındıq ləpəsi alıb. Bilal da həmin ləpələrdən 2 paket alıb. Deməli buradan yazıram. Tural, Bilal, bir də Vüsal. Tural, Bilal, Vüsal. Bunları qeyd elədik. İndi bu şəxslər kinoya gediblər. Yolda Tural 5 paket fındıq ləpəsi alıb. Düzdür? İndi Bilal da 2 paket fındıq ləpəsi alıb. Amma Vüsal fındıq ləpəsi almayıb. Bura qədər oxuduq. Heç nə almayıb. Yəni, seans vaxtı onlar hər biri eyni miqdarda olmaqla bütün ləpələri yedilər. Yəni, hamısı eyni qədər yeyiblər. Bu da, bu da, bu da. Hamısı eyni qədər ləpə yeyiblər. Oldu? Deyəcəyiz ki, bəs 7 paket ləpə var. Hamısı necə eyni miqdarda yeyiblər? Yəni, hər halda 7 paketi bölüşdürüblər də. Düzdür, müəyyən qədər bölüblər. Dəni-dəni də indi düşünməyin. Yəni, o qədər də bölməzlər. Amma axırda eyni qədər yediklərini düşünüb, eyni qədər də pul ödəyəcəklər bunlar. İndi oxuyuram, seans vaxtı onlar hər biri eyni miqdarda olmaqla bütün ləpələri yedilər. Bunu bildik. Künardan sonra Vüsal, yəni bu, yediyi ləpələrin qiymətlərini hesablayıb Turala 1 manat 40 qəpik pul verdi. Deməli, bunlar hamısı eyni qədər yeyiblər deyə, axırda yekun məbləği nədirsə, məsəl üçün özümdən atıram 6 manat. Bölsək, hərəsinə 2 manat düşür də, buna da, buna da, buna da. Görürsünüz, bu qabaqcadan pul verməyib deyə nə edəcək? Elə tam formada özünə düşən payın hamısını tam formada rahat bir şəkildə 2 manatını verəcək. Oldu? Məsəl üçün atdım bu 6 manatı. İndi eyni şəkildə, baxın, burada bizə nə yazıb? Yazıb ki, kinodan sonra Vüsal yediyi ləpələrin qiymətlərini hesablayıb Turala, çünki ən çox pul verən o da axı. Hamısı ən azından 5 dənə paket ləpənin pulunu verib deyə ona borclu qalacaq. Vüsal qabaqcadan pul verməyib deyə bütöv puldan 3də birini, yəni özünə düşən hissəni neyniyib? Götürüb Turala verib. Görürsünüz, 1 manat 40 qəpik verib. 140 qəpik də yaza bilərsiniz. 1 manat 40 qəpik. Oldu? 1 manat 40 qəpik. İndi yenə təşkil ayıram. Baxın, bu heç bir qədər, heç bir şey, yəni pul verməmişdi qabaqcadan. Düzdür? Amma axırda pul verməyib deyə neynədi? Ümumi məbləği, ümumi çəkilən xərci hamısı bərabər miqdarda yeyib axı. Ümumi çəkilən xərci 3-ə bölüb öz borcunu qaytarıb, verib Turala. 1 manat 40 qəpik, düzdür? Ona biz buradan düşünürük ki, bu 1 manat 40 qəpik xərcləmiş olursa, düzdür? Bu da 1.40 xərcləməlidir. Bu da 1.40 xərcləməlidir. Və nəticə etibarilə cəmi xərc nə qədər olmalıdır? 6 manat yox, bunu özümdən atmışdım. 1.40 vurulsun 3, 4 manat 20 qəpik olmalıdır. Düzdür? Deməli, cəmi xərc 4 manat 20 qəpik olub. Sadəcə olaraq Tural başdan 5 paketin pulunu verib, Bilal 2 paketin pulunu verib, Vüsal verməmişdi. Vüsal da axırda özünə, görürsünüz, 4 manat 20 qəpiyin 3də biri 3 yerə bölüb, özünə düşən pulu verib. Oldu? Deməli, biz hər birinə eyni qədər xərc düşəcək deyə Vüsaldan təxmin eləyib 1.40-ı 3-ə vurduq. Bildik ki, ümumi bunların 4 manat 20 qəpik xərci çıxıb. Oldu? İndi 4 manat 20 qəpik xərci bunlar nə üçün çəkiblər? 7 paket fındıq üçün, ləpə üçün, düzdür? 7 paket ləpə üçün. Ləpə üçün.
İndi buradan biz tapa bilirik də ki, 7 paket ləpə 4 manat 20 qəpikdirsə, bəs bir paket nə qədərdir? Baxın, 7 paket 4 manat 20 qəpikdirsə, bəs bir paket ləpə nə qədərdir? X-dir. Buradan X tapırıq ki, X bərabərdir. 4 manat 20 qəpik bölünsün 7, 0,6, yəni 60 qəpik. Oldu. Yəni, bir paket bizdə 60 qəpik imiş. 60 qəpik yazın və yaxud da yazın. Yəni, 0,6 filan bir problem yoxdur. Orası artıq sizdən asılıdır. Oldu. 60 qəpik formasında bunu yazdım. Deməli, bu bir paketindir. İndi gələk, baxaq görək, sonunda nəyi soruşur bizdən? Bilal deyir, Turala neçə qəpik pul verməlidir? Bu bir 40-ını verib. Oldu. Bununla işimiz qutarıb. Yəni, vüsalla işimiz yoxdur bizim. İndi bunların da hər birinə bir 40 düşməlidir. 24 manat 20 qəpiyi öz aralarına bölüb, hamısı eyni dərəcədə xərc çəkmiş olsunlar. Amma başdan Tural pulun çox hissəsini verib də, düzdür? Bir paket 60 qəpikdirsə, Tural 5 paket almışdı. 5-i vurun 60 qəpiyə 3 manat. Tural fikir verin, 3 manat xərc çəkmişdi. Düzdür? Amma Bilal nə qədər xərc çəkmişdi? 2 paketi Bilal almışdı. 2-ni vurun 60 qəpiyə eləyir 1 manat 20 qəpik. 1 manat 20 qəpik. Düzdür? Bu qədərində Bilal xərc çəkmişdi. Amma bunlar elə eləməlidirlər ki, hər birinə 1,40 düşsün. Düzdür? İndi fikir verin, 3 manat idi Turalın xərci. 1 manat 40 qəpik Vüsal qaytardı. Düzdür? 1 manat 40 qəpik Vüsal qaytarandan sonra nə qədər qaldı Turalda? Xərc kimi. 1 manat 60 qəpik qaldı. Amma 1 manat 40 qəpik xərc çəkməlidir axı. Düzdür Tural? Deməli, 20 qəpik də kim verməlidir buna? 20 qəpik də Bilal verməlidir ki, Bilalın xərci 2 paket almış da 1,20-dən 1,40-a yüksəlsin və 20 qəpik də artıq buna gələndə, Turala pul gələndə Turalın da xərci 1 manat 40 qəpiyə düşmüş olsun. Və yaxud elə sadəcə olaraq bizdən nəyi soruşur? Deyir, Bilal Turala neçə qəpik pul verməlidir? Baxırıq ki, Bilalın xərci 1,20-dir. 20 qəpik versə, özünə düşəcək xərci, yəni özünə düşməli olan pulu vermiş olacaq. Oldu. 1,40 bu, 1,40 bu, 1,40 da bu. Ondan sonra hər şey ödənmiş olur. Deməli, Bilal Turala nə qədər pul verməlidir? 20 qəpik qədər pul verməlidir. Yenə təkrar edirəm indi, çünki sizin beyniniz qarışmış ola bilər. Deməli, neynədik? Tez buranı silirəm. Bizdə 3 şəxs var idi. Tural, Bilal, bir də Vüsal. Tez yazıram sürətli. Tural, Bilal, bir də Vüsal. Yazdıq. İndi biri 5 paket fındıq alıb, biri 2, biri də 0. Və sonda bunlar eyni miqdar qədər yeyiblər və hamısı da özünə düşən olan pulu verməlidir deyə Vüsal başdan pul verməmişdi. Ona görə çıxarıb 1 manat 40 qəpik verib. Düzdür? Biz də düşünürük ki, bunlar 3 nəfərdilər. Bu qabaqcadan xərc çəkməyibsə, neynədir? Topladı ümumi məbləği ki, bu qədər xərcimiz çıxıb bizim 3 dost bir yerdə. 1 manat 40 qəpik mənə düşdü deyib. Və necə hesablayıb bunu? Təbii ki, ümumi çəkilən xərci 3-ə bölüb. Deməli, ümumi çəkilən xərci biz tapmağımız üçün hər birinə 1,40 düşür deyə 1,40, 1,40, 1,40. 1,40-ı götürüb 3-ə vurarıq. Deyərik ki, 4 manat 20 qəpik xərc çəkilib ləpələrə. Düzdür? 7 paket idi. 4,20-ni biz 7-yə bölsək, biləcəyik ki, bir paket bərabərdir 60 qəpiyə. Oldu 60 qəpik. Düzdür? İndi 5-i 60 qəpiyə vuranda bizdə Tural 3 manat xərc çəkib. Düzdür? İndi 2 paket Bilal alıb deyə 2-ni 60 qəpiyə vuranda 1 manat 20 qəpikdə kim xərc çəkib? Bilal xərc çəkib. Bu 0 çəkmişdi. Düzdür? Bu öz borcundan çıxdı. 1 manat 40 qəpik verdi bizdə Turala. Belə olanda 1 manat 60 qəpik qalır bunda. Heç ona fikir verməsək, bizdən nəyi soruşur? Deyir, Bilal Turala neçə qəpik pul verməlidir? Hamıya 1 manat 40 qəpik düşməlidir deyə. Düzdür? Ən çox xərci bu çəkib də. Bilala görürük ki, Bilal Turala deyir, neçə qəpik pul verməlidir də. Görürük ki, Bilalda xərc 1,20 qəpikdir. 1,40 olmaq üçün nə qədər çatışmır? 20 qəpik çatışmır. Deməli, 20 qəpik Turala verməlidir ki, hər şey qaydasında olsun. 20 qəpik Turala verəcək. Nəticədə xərci 1,40 olmuş olacaq bunun da. Yəni, hamısına eyniləşmiş olacaq. Deməli, 20 qəpik pul verməlidir və həqiqətən də yoxlamaq istəsək, görmüş olacaq ki, bizdə. Görürsünüz, əvvəlcədən belə olanda 4 manat 20 qəpik idi ümumi xərc. Həqiqətən də bu 0 idi. Heç bir şəkildə verməmişdi. Düzdür pul. Sonra 1,40 bunun xərci oldu. Bu 20 qəpik verəndən sonra
1,40 da bura oldu və son olaraq bizdə yoxlasaq bizim Turalın xərcini, fikir verin, 1,40 Vüsaldan almış olsa qalır 1,60, amma 1,40 olmalıdır. 20 qəpik də Bilaldan almış olsa olacaq bunda da 1,40. Və nəticə etibarilə hər biri 1,40 qədər xərc çəkəcək və iş tamamlanmış olmuş olacaq. Ona görə olmalıydı A variantı. Çalışın təkrar baxın. Mən biraz çox uzatdım ki, yəni tam aydın olsun, insan beyni qarşılayacaq bir şeydir. Yəni təkrarım görəndən sonra rahat yolu yoxdur, bunun deməyin. Yəni siz əgər həqiqətən öyrənmək istəyirsinizsə, bunun başqa cür mümkünü yoxdur. Yəni bu şəkildə, yaxşı bir şəkildə xırdalamazsınız ki, riyazi məsələləri öyrənə bilərsiniz. Yoxsa rahatlığı qalsa, bu məsələləri hər cür başqa formaya salacaqlar, yenə də yaza bilməyəcəksiniz. Öyrənmək üçün mütləq əziyyət çəkmək lazımdır. Deməli, bunu bildik, A variantı olaraq keçdik növbəti suala. İndi valideyn və uşaqların iştirak etdiyi şənliyi 5 valideyn tərk etdikdən sonra uşaqların sayı, valideynlərin sayı 3 dəfə çox oldu. Deməli, bizdə bir valideynlər var. Yazıram A, bir də B. Lap X, Y-də yaza bilərsiniz. X, bir də Y. Bu olsun valideynlər, valideyn. Bu da olsun uşaqlar. Uşaqlar, yazdıq bunları, düzdür? İndi bura qədər oxuyuram. Valideyn və uşaqların iştirak etdiyi şənliyi 5 valideyn tərk etdikdən sonra, baxın, X valideyn sayıdır, Y uşaqların sayıdır. Əvvəl neçə uşaq iştirak eləyir deyə bizdən soruşur. Düzdür? Biz deməli Y-i tapmalıyıq ki, uşaq sayını tapaq. Oldu? İndi bu ən əvvəlki vəziyyətdir. Bizə deyir ki, uşaqların iştirak etdiyi şənliyi 5 valideyn tərk elədikdən sonra. Görsə, artıq irəli zamana keçirik. 5 valideyn tərk eləyirsə, nə qədər qalır? Valideyn sayı 5% azalır. Yazıq çıx 5. Deyir, belə olanda uşaqların sayı valideynlərdən 3 dəfə çox oldu. Görsə, uşaqların sayı Y çox oldu. Bura çox tərəfdir, bura az tərəfdir. Yadda saxlayın ki, 3 dəfə çox oldu deyir. Biz tənlik qurmaq üçün bunları bir-birlərindən hansısa qayda ilə bərabərləşdirməliyik. 3 dəfə çox oldu deyirsə, sizə nə edərik? Bunu götürüb 3-ə vurarıq, yoxsa bunu götürüb 3-ə vurarıq? Yadda saxlayın ki, az olan tərəfi 3-ə vuracaqsınız, bərabərləşdirəcəksiniz çoxa. Nəyə görə? Məsəl üçün, mən deyirəm ki, mənim 30 yaşım var, hər hansısa bir uşağın da 10 yaşı var. Görürsünüz, bu az olandır, yaşı az olandır, mən yaşı çox olanam. Deyirəm ki, mənim yaşım 3 dəfə çoxdur ondan. Bizi bərabərləşdirmək üçün necə yazaram? Yazaram az olanı, görürsünüz, həmişə azı vurarıq, bərabərləşdirərik ki, bir-birimizə bərabər olaq. Görürsünüz, 10 vurulsun 3 bərabər olur 30-a. Bərabər olur 30-a. İndi burada da həmin məsələ. Yəni təkrar edirəm, deyir ki, 5 dənə valideyn tərk eləyəndən sonra, görürsünüz, 5 nəfər azaltdıq. Uşaq sayı 3 dəfə çox oldu valideynlərin sayından. Burada valideynlərin sayıdır, 5 nəfər azalıb. Burada uşaqların sayıdır, çox tərəfdir bu. Düzdür? 3 dəfə çoxdursa, az olanı biz 3-ə vurmalıyıq ki, bir-birinə bərabər olsun. Oldu? Artıq bir dəfə qurduq bunu. Bu əla. Sonra davamında daha sonra 25 uşaq da getdi. 25 uşaq getdi. Və şənlikdə qalan valideynlərin sayı uşaqların sayından 2 dəfə az oldu. Bura qədər oxudum. İndi daha sonra, yəni 5 valideyn gedəndən sonra bu valideynlərin sayıdır. Oldu? 5 valideyn gedəndən sonra, daha sonra 25 uşaq da tərk edib buranı. Məclisi, düzdür, tədbiri, şənliyi. 25 uşaq gedirsə 25 uşaq azaldırıq. Deyir, 25 uşaq gedəndən sonra şənlikdə qalan valideynlərin sayı, yəni şənlikdə valideyn sayı dəyişməyib ki, daha sonra. Valideynlərin sayı uşaqların sayından, yəni buradan 2 dəfə az oldu. Yenə baxın, az olan valideynlərdir, çox olan yenə uşaqlardır. Düzdür? Ona görə də nə etməliyik? Yenə az olanı vurmalıyıq. Neçə dəfə az oldu deyir? 2 dəfə. Görürsünüz, az olanı 2-yə vurmalıyıq ki, çox olana bərabər olsun. Bir şənlikdə əvvəl neçə uşaq iştirak eləyirdi, qutardı. İndi bunu bir sistem tənlik kimi mütləq nə etməliyik? Həll eləməliyik. Qalır səliqəli formada həll eləmək. Məsəl üçün nə etmək olar? Y nəyə bərabərdir? Görürsünüz buna. Götürüb səliqəli bir şəkildə, yəni aşağıda Y-in yerinə yazıb, rahat-rahat bərabərləşdirə bilərik. Oldu? İndi sizdən asılı necə istəyirsə eləyə bilərsiniz. Başlayıram. Fikir verin, ikinci tərəfi götürəcəm. Yazıram. X çıxılsın 5, vurulsun 2, bərabərdir. Y-in yerinə, görürsünüz bu Y-in yerinə. Y yuxarıda nəyə bərabərdir? X çıx 5 vur 3-ə. Yazırıq. X çıxılsın
5 vurulsun 3. Görürsünüz y-in yerinə yazdım. X çıxılsın 5 vurulsun 3'ü. İndi davamında da nə edirik? Yazırıq bunu. Çıxılsın 25'i. Yazdıq çıxılsın 25. İndi qalır bunu sadələşdirmək. X-i 2'yə vurduq. 2x çıxılsın 10. Bərabərdir 3x-ə vurduq. 3x çıxılsın 15 çıxılsın 25. İndi bunu səliqəli formada həll eləmək istəsək. 2x-i sağa atsaq. 3x-dan 2x-i çıxanda buradan yazıram. Qalır x bərabərdir. Mənfi 15 ilə mənfi 25 eləyir mənfi 40. Sola atsaq olur mənfi 10 plus mənfi 40 artıq olur müsbət 40. Mənfi 10 ilə 40-ın cəmi eləyir 30. Yəni x bərabər olmuş olur 30-a. Amma x bizdə kimdir? Valideyn sayıdır. Şənlikdə bizdən uşaq sayını soruşur. Y-i tapmalıyıq. X 30-dursa, düzdür. Yazarıq x-in yerinə 30. 30-dan 5-i çıxanda 25. 3-ə də vuranda y oldu 75. Deməli 30 valideyn sayıdır. 75 də uşaq sayıdır. Bizdən uşaq sayını soruşduğuna görə doğru cavab olur A variantı. Və siz məsəl üçün bu tipi sualları başa düşürsünüz. Deyirsiniz ki, hə, başa düşdüm. Keçirsiniz o tərəfə. Amma bizə başa düşmək üçün yox, sonra özümüzün yazmağımız üçün öyrənməyimiz lazımdır. Mən məsəl üçün əvvəllər, yəni dünyaya gəlib birdən-birə bunları sökən biri olmamışam ki, düzdür? Heç kim ilk dəfədən rahat-rahat bunları yaza bilmir. Götürürdüm, neyin yerdim? Sonra vəziyyəti analiz edirdim. Görürsünüz, 30 valideyn, 75 uşaq. Görək həqiqətən dediyi kimi olur, yoxsa yox. Deyirdi ki, 30 valideyndən 5-i tərk eləyəndən sonra, görürsünüz, 25 nəfər qalır. Deyir, şənlikdəki uşaq sayı valideyn sayına 3 dəfə çox olur. Həqiqətən də 25 3-ə vuranda 75-i verir. Əla. İndi aşağıda davamında deyir ki, daha sonra 25 uşaq tərk eləyəndən sonra şənliyə. Görürsünüz, 25 uşaq tərk eləyəndən sonra 50 eləyir. 5 də valideyn tərk eləmişdi, 25 qalmışdı. Və deyir ki, valideyn sayı uşaq sayından 2 dəfə az olur. Həqiqətən də 25 50-dən 2 dəfə az olur. Deməli, hər şey qaydasındadır, bunu da bilmiş olduq. Keçə bilərik növbəti sual hissəsinə. Əvvəlcə bunları yaxşı silək sonra. Aha, gəldik 13-cü suala. Gülnar, Orxan, Mahir, Rəvan, Könül, Nəzrin, Ceyhun və Səidə. Yəni 8 nəfərdir, fikir versək saylarına yenə. Birinci mən saylarını yazıram. İndi bunlar pedaqojika, informatika, riyaziyyat və tarix kitabları içərisindən cəmi bir kitab götürüblər. Yazıram buradan, deməli. Pedaqojika, sonra informatika, riyaziyyat və tarix. Riyaziyyat və tarix. Bunların arasından hərəsi 2 kitab götürüb. 2, nöqtələyirəm ki, gözümün önündə olsun hər şey. Oldu. 8 nəfər, deməli, hərəsi 2 götürəndən sonra hərəsi 2 götürməyib. Sadəcə hər biri, yəni hər bir kitabdan 2 götürülüb və nəticədə 8 nəfərin adını biz buraya yazmalı olacaq. Uzun sözün qısası, sadəcə təkrar olub deyə bu sual məncə artıq burasında bir problem yaşamazsınız. Yəni əvvəlki sınaqlarımızda da olub, kitabımızda da səhv eləmirəmsə olmalıdır. İndi deyir ki, burasını bildik, Orxan tarix kitabını götürüb. Tez Orxanı yazdım tarixə. Burası da əla, qaydasında olmalıdır. Mahir və Könülün götürdükləri kitablar eyni adlıdır. Deməli, Mahirlə Könülü biz, bunların bəxtləri eyni yerə yazılıb, bir yerdə yazmış olacaq, düzdür? Bunları bir yerdə xoşbəxt edəcək. Bunları bildik. Sonra Gülnar və Səidə müxtəlif adlı kitabları götürüblər. Gülnarla Səidə müxtəlif adlı kitabları götürüblərsə, ona görə burada yazmayın yaxşısı. Üstündən x yazıram ki, bunlar bir yerdə ola bilməzlər. Riyaziyyat kitablarını götürənlər deyir oğlanlardır. Riyaziyyat kitabını götürən oğlanlardır deyən kimi, hər halda Orxanı götürüb riyaziyyata yazmarıq, Orxanın yeri məlumdur. Mahiri də riyaziyyata yazmarıq, çünki Mahirlə Könül bir yerdə olmalıdırlar. Ona görə baxın, Mahirlə Orxan getdisə, riyaziyyat kitabını götürən oğlanlardırsa, oğlanlardan kim qalıb? Rəvanla Ceyhun. Tez Rəvanla Ceyhun nə edəcəm? Qeyd edəcəm bura. Görürsünüz, bunu da birbaşa yazdım, getdi. İndi bunu belə eləyəndən sonra, görürsünüz, bilmədiyim, rahat qura bilmədiyim 2 dənə cümlə qalır. İndi Mahirlə Könül eyni yerdədirsə, mən nə bilim, buraya yazım ya buraya yazım, bilə bilmirəm, düzdür? Ona görə bir də aşağıdan çəkirəm ki, sistemli olsun. Bu birinci düzülüş. İkinci səfərdə, görürsünüz, hər birinə 2 nöqtə qeyd edirəm. Orxanın yerini 100% bilirik deyə bura qeyd elədik. Rəvanla Ceyhunu bilirik deyə bura qeyd elədik. Mahirlə Könül indi yuxarıda informatikadadırsa, Mahir Könül. Aşağıda artıq pedaqojikaya yazıram. Çünki bilmirəm bunlar hardadır. Yuxarıda da yaza bilərdim. Sadəcə ailəm dəyəcək bir-birinə yuxarıda, eyni yerdə göstərsəm hamısını. Ona görə sistemli olmaq üçün belə eləsəz daha yaxşı. Deməli, 2 dənə düzülüşümüz var. Gülnarla Səidə fərqli yerdədirsə, Gülnar buradadırsa, Səidə görürsünüz buradadır. Yox, əgər Səidə Gülnarın yerindədirsə, Gülnar Səidənin yerindədir.
Belə olan nəzrin qalır yalnız bura. İndi aşağıda günlər buradadırsa, dairəyə alıram ki, bilim. Səydə buradadır, bunların yeri dəqiq deyil. Əks halda səydə günlərin yerində, günlər səydənin yerindədir. Və nəzrin bir dənə qalır bu hissəyə. Hamısı yerləşdirildi. Düzdür? Qalır bundan sonra sadəcə nə etmək? Cümlələri oxumaq. Aşağıdakılardan deyir hansılar doğru ola bilməz, bilməzi soruşur. Mahir deyir tarix kitabını götürüb. İndi baxaq görək, Mahir ya informatikadır, ya da Mahir pedaqogikadır. Tarixi heç bir şəkildə götürə bilmir. Ona görə birinci 100% səhvdir. 2. Səydə pedaqogika kitabını götürüb. Baxaq Səydəyə. Səydə görürəm ki, günlərlə yerindəysə pedaqogikanı götürə bilər. Düzdür? Dəyişməsə bu tarix də ola bilər. Eyni şəkildə aşağıda Səydə günlərlə yerindəysə informatika da ola bilər, tarix də ola bilər. İndi gördük ki, ikinci ola da bilər, olmaya da bilər. Dəqiq bir şey bilmirik. 3. Ceyhun və Səidə eyni adlı kitabları götürüblər. Ceyhuna baxın, Ceyhun burada da riyaziyyatdadır, burada da riyaziyyatdadır və Ceyhunun eyni adlı götürə biləcəyi, kitab götürə biləcəyi şəxs yalnız Rəvandır. Səidə ilə heç bir şəkildə eyni adlı kitabı götürə bilməz. O görə bu 100% səhvdir. 4-də yazıb ki, Səidə və Rəvan müxtəlif adlı kitabları götürüblər. Rəvana fikir verin. Rəvan yalnız Ceyhunla eyni kitabı götürüb. İki hissədə də, düzdür? Ona görə deyirik ki, həqiqətən də Rəvanla Səidə istənilən halda fərqli kitabları götürəcəklər. Səidənin yerini, yurdunu dəqiq bilməsək də. Ona görə burada hər şey doğrudur. Doğru cavab nə oldu? 1 və 3, yəni A variantı. Bunu da bildik, keçə bilərik digər sualımıza. Gəldik 14-cü sual. İndi 14-cü sualı. Bir marketdə satılan F, G, H, K, element və P markalı yağlar aşağıdan yuxarıya doğru nömrələnmiş 5 rəfdə yerləşdirilib deyir. Yağların olduğu rəflərlə bağlı deyir, bunlar məlumdur. İndi aşağıdan yuxarıya 1, 2, 3, 4, 5. Rəf daxil nə demir ki? Aşağıdan yuxarıya doğru, ona görə də sırayla artırılmış formada yazdıq. Binada da bu şəkildə yazmalısınız. Hər rəfdə ən çox 2 müxtəlif markalı yağ var. Deməli, ən çox 2 dənə hərf yaza bilərik bura. Yağ markası yaza bilərik. Növbəti cümlə, bu cümləni bildik. 3-cü rəfdə yalnız L markalı yağ var. 3-də yalnız L-dirsə, bunu bloklayıram. Düz budaqlı şəklini göstərirəm ki, bura artıq başqa bir şey yaza bilmərik. Bu da getdi. G və K markalı yağlar N markalı yağdan yuxarıdakı ilk rəfdədir. Mənə G ilə K bir yerdədir və N-in yuxarısındakı ilk rəfdədir. İndi belə çıxır ki, ya N buradadır, G ilə K burada, ya da N buradadır, G ilə K burada. Düzdür? Götürüb N-i L-in yanına yaza bilmərik. Nə də N-i buraya yaza bilmərik, çünki bura gərək G ilə K yazaq L olanda, orada artıq tutulub. Çünki bloklanıb. Görürsünüz, 3-dən yalnız L var deyə bizə xəbərdarlıq eləmişdi. Mən konkret qərar verə bilmədiyimə görə bu cümləni hələ ki qurmadım tam. P markalı yağ F markalı yağla bir rəfdə deyil. Yəni P ilə F bir rəfdə deyil. F markalı yağ H markalı yağın olduğu rəfdən aşağıdakı ilk rəfdədir. Deməli F markalı yağ H markalının düz aşağısındakı ilk rəfdədir. Əla. Sonra M markalı yağ nə H, nə də N markalı yağla eyni rəfdə deyil. Buna da bir x yazım ki, birazdan qaydaram bura. Davamında N markalı yağ L markalı yağdan aşağıdakı rəflərdən birindədir. Bu cümlə bizə kömək eləyir. Çünki N L-dən aşağıdakı rəflərdən birindədirsə, mən tez düşünürəm ki, N-i buraya yaza bilmərəm. Çünki şərtdə demişdik ki, G ilə K N-in yuxarısındadır. Onu gərək bura götürüb G ilə K yazım. Amma ən çox 2 dənəsi ola bilərdi. Həm də şərtdə yazıb ki, 3-də yalnız L-dir. Ona görə N L-dən aşağıdakı rəflərdən birindədirsə, tez yazıram N-i bura. İndi N-dən yuxarıda G ilə K-nın olduğunu deyirsə, N-dən yuxarıya yazırıq G ilə K-nı. Burada bloklanır. Ən çox çünki 2 marka ola bilərdi. Bunu da qeyd elədik. Əla. İndi əvvəlki cümlələrdən birinə qaydıram. Görürsünüz bu. Şərtdə yazmışdı ki, bizdə bu hissədə F markalı yağ H markalı yağın olduğu rəfdən aşağıdakı ilk rəfdədir. Biz də gördük ki, F markalı yağ əgər H-dan aşağıdakı ilk rəfdədirsə, buralara yaza bilmirik. Çünki buraları bloklanıb. Düzdür? Çünki ardıcıl olmalıdır bunlar. Ona görə H-ı bura yazdıq, F-i də bura. Oldu. Həqiqətən də aşağıdakı ilk rəfdə ola bildi. Belə olanda. Sonra davamında P markalı yağ F markalı yağla bir rəfdə deyil. Deməli P F-lə bir rəfdə deyil.
P-dir. Bunun üstündən xətt çəkirəm, burada yazıb. M markalı yağ nə H, nə də N markalı yağla eyni rəfdə deyil. İndi M markalı yağ nə H, nə də N markalı ilə eyni rəfdə deyil. M indi burada da ola bilmir, burada da ola bilmir. M üçün bir dənə rəf qalmış olur, o da bura. Görürsünüz, burada bloklanmış oldu. İndi baxsaq, bütün hərflərin hamısını işarələmişik, düzdür? Bir dənə nəyin yeri yoxdur? Nəyin yeri qalıb? P-nin yeri qalıb. İndi P-ni buraya yaza bilməzdik. Başdan görürsünüz, üstündən xətt çəkmişdik. Həm də bloklandı artıq bura. P-ni buraya yaza bilmirik, buraya yaza bilmirik. P hara qalır? Ya 5-ə, ya da 1-ə. Ona görə ya 1-də P-ni qeyd eləyəcəyik, ya da bilmirik axı, bəlkə P 5-dədir, burada qeyd eləyəcəyik, oldu. Ona görə işarələdik, indi bunu birazdan görmüş olacaq. İndi aşağıdakılardan, bu məlumatlardan sonra, yəni tapa biləcəklərimiz bu qədərdir. Bu məlumatlardan sonra hansılar mütləq səhvdir, bir də bu sizin test bankınızda 50-ci suallarda, bir də 100-cü suallarda var deyə daha da çox xırdalamadan biraz sürətli bir şəkildə getmiş oldum bura qədər deyə düşünürəm. İndi birinci, mütləq səhv olanı tapmalıyıq. K markalı yağ, M markalı yağın olduğu rəfdən aşağıdakı rəflərdən birindədir. Baxaq, K həqiqətən də M markalı rəfin olduğu rəflərdən aşağıdakı rəflərdən birindədir. Bizə mütləq səhv lazımdır. Bu bir getdi. Sonra bizə çünki səhv lazım idi, doğruydu. 2. K markalı yağ, L markalı yağın olduğu rəfdən üstdəki rəflərdən birindədir. K markalı yağ, L markalı yağın olduğu rəfdən, fikir verin, üstdəki yox, altdakı rəflərdən birindədir. Ona görə artıq səhvdir, 2-ni götürdük. 3. F markalı yağ, N markalı yağın olduğu rəfdən, üstdəki rəflərdən birindədir. F markalı yağ, baxaq, yəni bu. L markalı, daha doğrusu N markalı yağın olduğu rəfdən, üstdəki rəflərdən birindədir. Həqiqətən də N-dən üstdəki rəflərdən birindədir. Oldu. Bunu da götürdük. Bu düzgündür. Bizə səhv olan lazımdır. 4. N markalı yağ birinci rəfdədir. Həqiqətən N markalı yağ birinci rəfdədir. Bu doğrudur. Bu da getdi. Nə qaldı? Bir dənə 5-ci. P markalı yağ 4-cü rəfdədir. Biz də görürük ki, P markalı yağ ya 1-dədir, ya da 5-dədir. Heç bir şəkildə 4-də olmaz. Bu da səhvdir. Bizə nə lazım idi? Yalnız səhvlər. Ona görə oldu 2 ilə 5. Bu sualın da doğru cavabını bildik ki, 2 ilə 5 olmalıymış. Düşdük tez. Bu sualı biləndən sonra düşə bilsək aşağıya. Deməli, gəldik 15-ci suala. Sual əvəzinə uyğun olan variantı seçin deyə bizdən soruşur. Məncə bu sualı yazmaq sizin üçün bir problem olmamalıdır artıq. Ona görə sürətli bir şəkildə deyəcəm. Fərqi yoxdur. Hər hansısa birini götürüb digərinin üstünə köçürə bilərsiniz. Məsəl üçün, ikinci şəkli götürürəm. Birincinin üzərinə köçürürəm. Köçürdük. Sanki burada Y hərfi var idi. Y hərfini qeyd elədim. Bu tərəfdə belə bir üçbucaq var. Həmin üçbucağı qeyd eləyəcəm. Üçbucağı qeyd elədik. Belə bir şey var. Götürdük. Onu da qeyd elədik. Düzdür? Bunu qeyd eləyəndən sonra sağda nələr çatışmırsa hamısını tamamlamalıyıq. İndi tamamlasaq, əslində variantlarla da bunu sürətli biraz yazmaq olar deyə düşünürəm. Məsələn, baxın, bu çapda var. Düzdür? Artıq olmamalıydı. Bunların hər birində var deyə birbaşa atdıq. Oldu. Qalır indi bir A variantı, bir D variantı. Məsələn, indi bizim şəklimizdə bu şəklə eyniləşdirməyə çalışanda tez sürətli çəkeyim bunu da buradan. Daha bura qədər çəkmişəm. Oldu. Bunları qeyd elədim. Buranı da qeyd elədim. Buranı da qeyd eləmiş oldum. Bir dənə qövs-vari hissə çatışmır. Buranı da qeyd elədim. Düzdür? Baxdıq ki, hər şey eynidir. İndi ancaq çəkdiyimiz hissə olmalı. Doğru cavabımız. Oldu. Fikir versəz, bizdə bu hissədə qövs-vari hissə yoxdur ki. Amma A variantında həmin hissədə verilir. A-nı da atdıq. Nə qaldı? Doğru cavab oldu. D variantı. Yəni, bunda bir problem yaşamazsınız deyə sürətli keçdim. Axır ki, məntiq suallarından canımız qurtulmuş oldu. Keçdi indi informatika suallarına. İnformatika sualları lap da çox vaxtımızı almaz. Şəkildə göstərilən desktop elementi kontekst menüsünün hansı əmri ilə ekrana çıxır? Gadgets əmri ilə ekrana çıxarılan mini proqramlara gadget deyirik biz. Ona görə olmalı doğru cavab A variantı. Bunu burada işarələyək. Düşdük. Sonra 17. İnternet resursunun identifikatoru. 2006-cı ilin qəbul suallarıdır bu arada bunlar. Bu şəkildədir. Deyir ki, protokol hissəsi hansıdır? Protokol da bizdə harada yazılır? Hər zaman öndə yazılır. Ona görə
Hypertext Transfer Protocol. Doğru cavab olmalıdır. Bizdə C variantı oldu. Gəldik, keçdik irəli hissələrə. Görürsünüz, domen hissəsidir. FTP.az hissəsi. www sənədlərə, ümumi internet səhifələrinə əlgetərliliyi təmin edən xidmətdir. Sonra index HTML-də bizim artıq faylımızdır. Oldu. Hypertext Markup Language şəbəkələrdən də artıq bunları öyrənmiş olacaqsınız. Sonra 18. Təqdimatda slaydların nömrələnməsi əmri hansı tabda yerləşir? Slaydları insertdə text qrupu ilə həyata keçiririk nömrələnməsini. Əgər desək ki, sol tərəfdəki slaydların neçədən başlayaraq nömrələnməsi, onda artıq dizaynda page setupdan həyata keçirilir. Baxın, əgər bizdə sol tərəfdə slaydlar var, düzdür? Bunların nömrələnməsi deyəndə insertdə text qrupudur. Yəni aşağısına nömrə yazılmağı. 1, 2, 3 bundan gedir söhbət. Sol tərəfdə slaydlar onsuz da sırayla 1, 2, 3, 4 formasında yazılırlar bunlar. Yəni səhifədə nömrənin görsənməsi mənasındadır bu sual. Doğru cavab oldu, yəni insert text qrupu. Amma desəydi ki, slaydları 5-dən başlayaraq nömrələnməsi, onda artıq görürsünüz 5-dən, dan-dən belə bir şey gördünüzsə, onu dizaynda page setup qrupundan həyata keçiririk. Və həmin o burada gördüyünüz slaydların hər biri birdən yox, məsəl üçün 5-dən başlayacaq, 5, 6, 7, 8 formasında görsənəcək. Artıq 1, 2, 3, 4 slaydları deyilən bir şey olmayacaq. Oldu? Yəni buna fikir verməlisiniz mütləq. Deməli bildik ki, bu sualda olmalıdır Y variantı. Düşdük, bunu da işarələyib növbəti suala 19-cu sual. Cədvəldə axtarış sisteminə verilmiş sorğular və axtarış nəticəsində bizim tapmalı olduğumuz bir əvvəlki sınaqdan da bilirsiniz deyə budur. Nə inirdik? Eyni olanları toplayırıq. Görürsünüz, tək söz formasındadır. Bir-birinə oxşar olanları toplayırıq. 2500-dən 1900-ü toplayanda eləyir 4400. Çıxırıq nəyi? Söz birləşməsi formasına görsənən bizə fərqli görsənən digər ikisindən. Fərqli olan sətri. Yəni 3600-ü. Və nəticədə nə almış olur? Olmuş olur 800. Yəni A variantı. Bunu bildik, düşdük aşağı hissəyə. İnformasiyanın cari vaxta uyğun olması xassəsi necədir? Məncə bunlarda artıq bir problem yaşamarıq deyə birbaşa aktuallıq olaraq deyirəm, sürətli bir şəkildə keçirəm. 21-ci sual. Verilənlər bazasının modelini göstərin deyir. Təbii ki, şəbəkə modelidir. İnfoloji deyilən bir şey yoxdur. Relyasiya cədvəldir. Hierarxiyada belə bir şey olsaydı, məsəl üçün, belə bir şey olsaydı, görürsünüz, bunların bir-birinə əlaqəsi yoxdursa, bu hierarxik olur. Əgər belə bir şey olsa artıq, yəni bu düyünlərdən sonra bir-birinə keçidlər olursa, bu artıq şəbəkə olur. Yəni qısacası, obyekt yönümlünün də təsviri yoxdur. Bu sualımızın cavabı nə olmuş olur? Olmuş olur şəbəkə, yəni D variantı. Print əmri harada yerləşir? Faylda, digər bütün proqramlarımızda bildiyiniz kimi. XL soruşur, amma yenə də bir önəmi yoxdur təbii ki. 23-cü sual. Aşağıdakı funksiyanın qiymətinin hesablanması üçün blok sxem qurulduqda məntiqi blokdan ən az neçə dəfə istifadə olunacaq. Yəni şərt bloku neçə dəfə çəkiləcək deyir. Mən qururam indi bunun alqoritmini sizin üçün. Götürək, çəkək. Məsəl üçün, baxın, deyək ki, şərt bloku quruldu. Məntiqi blok quruldu bir dəfə. Yazılır burada, x böyükdür p plus q. Əgər hə ilə gəlsək, şərt ödənsə nəyi hesablamalıyam? Bunu hesablamalıyam. Düzdür? Yazıram buradan. Hesab bloku x kvadratı plus px plus q. Qeyd elədim. Əgər yoxla gəlmiş olsam, yox hissəsində nə bilim hansını hesablayayım? Bilmirəm də, düzdür? Çünki əgər x p plus q-dən böyük deyilsə, məsələn, hər hansısa bir ədəd düşünün bura, -3. Böyük deyilsə, bu -3 olub kiçik də ola bilər. Və yaxud da p plus q cəmi deyək ki, bu da 3 olsun, bu da 3 olsun. Sol tərəf sağa bərabər də ola bilər. Qısacası x əgər p plus q-dən böyük deyilsə, ya kiçikdir, ya bərabərdir. Bilə bilmir yaxı. Ona görə bir dənə şərt bloku çəkməliyik ki, biz bu şərt blokunda yazıram x kiçikdir, p plus q. İstəsəz lap obrisini yazın. Fərqi yoxdur yəni. X bərabərdir p plus q. Fikir verin, deyək ki, x p plus q-dən böyük olmadı. Yoxla gəldik. İndi böyük deyilsə, yəqin bərabərdir. Bərabərdirsə, hə ilə gəlirik, hesablayırıq. Bərabər olanda cavab nə olur? 1 olmuş olur.
Hesab bloku və yaxud da çap bloku olur 1. Əgər bərabər deyilsə, böyük deyildi, yoxla gəldik. Bərabər deyilsə, yoxla gəlirik. Avtomatik nə olmuş olur? Böyük deyil, bərabər deyil, kiçik olmuş olur da. Ona görə bir də şərt blokunu çəkməyimizə gərək qalmır. Ona görə artıq burada hesab blokuna nə yazılır? P plus Q vurulsun X. Qutardı. Oldu. Yəni təkrarım 3 dənə şərt var idi. Dedik ki, P plus Q-dən böyükdür. Əgər hə ilə gəlsək, burada hesablayırıq. Görürsünüz, birinci sətr hesablanır. Riyazi əməldən də bilirsiniz bu formada bir şeyi. Əgər böyük deyilsə, deməli, ya kiçikdir, ya bərabərdir. Gəldik burayla. İndi bərabərdirsə, hə ilə gəlirik. Bu sətr olur cavabımız. Bərabər deyilsə, yoxla gəlirik. Bu sətr olur, işimiz qutarır. Oldu. Qutardı, getdi. Deməli, məntiqi blokdan ən azından neçə dənə istifadə eləməliyik? 2 dənə istifadə eləməliyik. Oldu, burada da B variantı. Axır ki, bu sual da bitdi. Bura getdi. Gedə bilsək. Bura keçdik. Növbəti suala. İkinci nəsil EHM-lərin element bazasını nə təşkil eləyir? Təbii ki, yarım keçirici, diodlar, tranzistorlar. Bunları artıq məncə su kimi bilirik. Birinci nəsil elektron lampalar, böyük integralla çox böyük integral sxemlər 4-cü nəsil idi. Düzdür? Bəs 3-cü nəsil nələrdən ibarət idi? Götürüb onu da artıq özünüz aşağıda qeyd edirsiniz. Deməli, elektron lampalar, düzdür? Sonra nə gəlirdi? Yarım keçirici diodlar, tranzistorlar. 3 qaldı. 3'ü demirəm, özünüz yazarsınız. Görürsünüz 4 böyük və çox böyükdür. 3 də sanki buradan bir dənə söz siləcəksiniz, qutaracaq gedəcək. Belə baxanda mən də sual verə sual verdim sizə. Demək olar ki, 5-6 ildir hər il bu sual düşür yəni. Yəni niyə elirlər mən də bilmirəm. Yəni havayı sual da indi çox deyəcəm, bu il eləməyəcəklər. Uzun sözün qısası. Bu 24-də bilirsiniz, əvvəlki izahlardan bilirsiniz, eyib sözü ilə yadda saxlayırdıq. Oldu. Burada oldu doğru cavab B variantı. Buranı da B işarələyə bilsək. Keçdik. Qaldı 25-ci sual. Ekranın zəruri fraqmentlərinin qrafik təsvirini mübadilə büferinə köçürmək üçün. Yəni, ekranı kəsib şəklini çəkmək. Yəni, bundan gedir söhbət. Bunu biz Windows əməliyyat sistemində snipping tool-la yerinə yetiririk. Görürsünüz, hissə alət. Hər hansısa bir hissəni götürür, qəşəng bir şəkildə screen eləyir. Ekranın şəklini çəkir. Telefonlarınızdan da bilirsiniz screenshotu. Oldu. System tools qovluqdur. Burada bizim utilitlərimiz yerləşirlər. Windows Explorer faylların açılması üçün pəncərə proqramıdır. Əvvəlki izahlardan məncə bunu görmüsünüz. Stick notes qeydlərinizi yazmağımız üçün yapışqanlı etiketlərdir. Task scheduler'da ümumi zəngli saatımız, budilnikimiz deyək. Siz daha çox elə işlədirsiniz deyə. Amma zəngli saat işlətsəz daha qəşəng olar. Oldu. Y variantda zəngli saat. Əvvəlcədən müəyyən vaxt üçün təyin eləyir, işə salır. Deməli, doğru cavab oldu. Burada da C variantı və axır ki, bu sınağın izahını da yekunlaşdırmış olduq. Sabah təbii ki, yenisi gəlmiş olacaq. Çalışın bunları ertələmədən hər gün vaxtında işləyin. Növbət dərslərdə görüşərik. Əsl odur, həvəsdən düşmürük. Uğurlar, hələlik.